Salam, necəsiz? Bugün yeni dərs videosundan qarşınızdayım. Amma bugün dərsimizi gecə yox, gündüz, daha doğrusu axşam tərəfi oxuyuruq. Çünki bugün bazar günüdür və istəyirəm ki, bazar günü axşam dərslərimi tez bitirim və gedib vetbət oxuyum. Daha sonra da gedim yatım. Və bugün istədim ki, sizin üçün video çəkim ki, sabah da artıq kanalda videomuz olsun, aramız çox açılmasın. Baxın, bugün bizim dərslərimiz ümumi tarixində riyaziyyatdır. Və bu dəqiqə YouTube'da mənə bildiriş gəldi ki, riyaziyyat çalır. Yəni mənə qarşı riyaziyyatdan belə gözləndiyiniz göz yaşardıcıdır. Çünki mənim riyaziyyatım çox zəifdir. Həddindən artıq zəifdir. Çünki məktəbdə riyaziyyatın üstünə çox düşməmişəm. Belə tapşırıqları da yerinə yetirməmişəm. Mən getdim TikTokda dedim ki, bəs mənim riyaziyyatım zəifdir və mən dimi işləyəndə biraz çətinlik çəkirəm. Biraz yox, əməllicə çətinlik çəkirəm. Və mənə məsləhət gördülər ki, Aytaç, sən dimdən birdən-birə işləyə bilmərsən. Çünki bazan yoxdur və çox zəifdir. Buna görə də sən bazanı gücləndirmək üçün kitab almalısın. Və bilirsiniz kitab aldım. Baxın bunu. Bu kitab Riyaziyyat Elbrus Hüseynovun metodikası ilə belə bir kitabdır və içində hər mövzunun əvvəlində QR kod var. Bu QR koda daxil olanda, reklam deyil, qətiyyən reklam deyil. Mövzuların başında QR kod var və siz QR koda daxil olanda sizi YouTube kanalındakı video izahlara yönləndirir. Bax, bu cəhətdən yaxşıdır. Dili xoşunuza gəlməsə başqa mənbələrə baxın məsələn ki, burada təməl mövzular, tənliklərdir, natural ədədlərdir. Bunların hamısı var və bu mövzularla bağlı çoxlu tapşırıqlar var. Bu tapşırıqları eləyib bitirəndən sonra, daha sonra burada yenə suallar var, testlər var və bu testləri bitirəndən sonra topluya keçə bilərsiniz. Dimin toplusuna keçə bilərsiniz. Baxın, mən həqiqətən zəifəm. Həqiqətən çox zəifəm riyaziyyatdan. Ona görə mənim bütün ümidim blokadır. Ki, mən bunu əvvəlki imtahanda da blokdan çox bal yığmışdım. Deməli, biz bugün riyaziyyat işləyəcəyik, ümumi tarix oxuyacağıq, 2 mövzu öyrənəcəm. Asan mövzulardır, onları da qeyd edəcəm. Və eyni zamanda sizə planşetdən necə not alıram, bunu da göstərəcəm. Yəni, bugün ilk dəfədə bir yerdə not alacağıq. Çünki təkrar qaydanın notlarla bərabər baxmaq, öyrənmək vaxtımızı alsa belə faydalıdır. Mən burada soruşursunuz, tarixi hardan oxuyursan? Mən ümumi tarix, Azərbaycan tarixində Anar İsayevin kitabını oxuyuram. Düzdür, Anar İsayevin dili çətindir, başa düşürəm. Dərsliklər daha rahat və daha asandır. Dərslik tapa bilirsinizsə dərslikdən oxuyun. Amma bilirsiniz, elə mövzu var ki, 7-ci sinifdə də var, 8-də də var, 9-da da var. Bir də onları ayrı-ayrı tapmaq, ayrı-ayrı öyrənmək məni çox yorur deyə. Dili çətin olsa belə buradan öyrənəcəm. Başqa çarəm yoxdur. Buna görə mən izahlara baxıram. Bəzən deyirsiniz ki, izahlara baxmaq vaxt aparır. Amma həqiqətən mən buna görə izahlara baxıram. Çünki bu kitabın dili çətindir. Və əlavə ona görə not alacağım ki, vacib hissələrim durub bütün kitabı uzun-uzun yalnız oxuma adı yoxdur. Təbii ki, oxumalıyam. Amma təkrara daha çox, məsələn, notlarına baxsam məncə daha yaxşı olar və deyirəm ki, riyaziyyatdan bu kitabları eləyəcəm. Elbrus Hüseynovun kitabını eləyəcəm. Kəsirləri işləmişəm bu arada bu kitabdan. İndi utanaraq deyirəm, Əbub Əkyob'a keçəcəm. Əbub Əkyob'a işləyəcəm və kəsirlərə də baxaram. Zəhm gedir riyaziyyatdan. Gəlin artıq başlayaq nə eləməyə? Cədvəlimizi qurmağa. Bugün ayın 22-sidir. Gəlin yazaq 22, danışa bilməm, 22 iyun. Birinci gəlin ümumi tarixdən başlayaq. Birinci oxuyacağıq Qərbi Avropa, Qərbi Hunları. Qərbi Hun, daha doğrusu Qərbi Avropa Hunları. Malım hemen. Deməli, birinci oxuyacağıq Qərbi Avropa Hun İmperatorluğu. Onun səhifələrini sizə göstərim nə qədərdir. Çox olur elədir ki. Hə, buracandır. Daha sonra Ahun İmperatorluğunu götürəcəm. Ahun İmperatorluğu da bu səhifədir və digər səhifədir. Bu çox çətin deyil. Ahunlar çox çətin deyil. Hətta mən düşünürdüm ki, bəlkə Göytürklər də götürürüm. Çünki Göytürklər çətin deyil. Nə bilim, Bilgə, Kültigin, bunların adlarını biz aşağı siniflərdə də görmüşük. Amma yox, gəlin özümüzü yalana aldatmayaq. Sonra cədvəldə də işarə eləməyən də motivasiyadan düşməyək. Çünki vaxtımız qalsa oxuya bilərik. Yəni biz heç itirməyəcəyik. Amma cədvəldə görsəm ki, mən yazdığımı oxumamışam, onda motivasiyadan düşəcəm. Deməli biz öyrənəcəyik birinci Qərbi Avropa. Qərbi Hun daha doğrusu. Qərbi Hun, yəni Avropa Hunları. Sonra Ahun. Riyaziyyatdan. Əsas bu deyək. Riyaziyyatdan. Baxın, riyaziyyatdan bu Riyaziyyat o qədər mənə sevmir ki, kitab az əvvəl mənə vurdu da, yəni. Baxın, riyaziyyatdan bu natural ədədləri elə belə oxuyacağım. Çox da ehtiyac yox deyə əslində. Prosta 3-ə bölən, 9-a bölən yenə də oxuyacağım. Ən böyük ortaq bölən, ən kiçik ortaq bölən bunlar var. Bunlara baxacağım, işləyəcəm. Sizə bir şey deyim, amma mənə gülməyin. Çox xahiş edirəm, gülməyin. Mən bunların izahına baxacağım. Yəni, çox xahiş edirəm, bu qız heç nə bilmir deməyin. Amma yeniyim, unuduram. Mən riyaziyyatı unuduram. Bilirəm, ən böyük ortaq bölən, ən kiçik ortaq bölən, bölürük, bölünənləri burada seçirik, məsələn, eyniləri. Başa düşürəm, yadımdadır. Amma bəzən qarışdırıram. Yəni, ikisini bir də qarışdırıram. Xahiş edirəm. Utandırmayaq bir-birimizi. Sonra da kəsirlərə baxacağım. Kəsirlər də, yəni,
Mən siz nə sevmirəm? Onluq kəsirləri sevmirəm məsələn. Ki çoxu deyir ki, onluq kəsirlər çox rahatdır. Ən asanı odur. Məncə deyil. Riyaziyyatda olsa asan şey yoxdur. Əvvəl biraz var. İlk suallar asan olur, sonra çətinləşir. Bir də kəsirlərə baxacağıq və bacardığımız qədər işləyəcəyik sualları. Hara qədər getdi. Sizə bir şey etiraf edeyim. Mən keçən dəfə tənliklərdən 156 tənlik test işləmişdim. Bu Azərbaycan üçün böyük bir möcüzədir. Ki mən riyaziyyatdan o qədər test işləmişəm. Heç mən abituriyent vaxtı o qədər test işləmirdim. Köçülüb gedirdim. Aldığım notları sizə göndərə də bilərəm. Hətta bura YouTube-a hər dəfə yazandan sonra qoyacağım. Yəni ki, videonu çəkəcəm, videonu dayandırıb ekran görüntülərini ala bilərsiniz. Bir-birimizə dəstək olsaq məncə çox faydalı olacaq. Yəni niyə paxıllıq eləyək, niyə gizlədək bir-birimizdən? Nəticədə hamımız inşallah məqsədimizə çatmaq istəyirik. Bu arada mən indiyə qədər Atilla'nın əsl adının Attila olduğunu düşünürəm. Attila deyə deyildiyini düşünürdüm, amma sənə Attila'ymış. Attila 2 dənəymiş. Mən Attila bilirdim. Yəni bəlkə Attila'ya baxdım. Axuna baxacağımı çox düşünmürəm. Axun asandır, heç nə yoxdur. 1-ci Qubat məzdəkilər hərəkatını biz bundan əvvəl də görmüşük Azərbaycan tarixində. Ona görə çətin olduğunu düşünmürəm. Ona görə də gəlin birinci qərbi oxunlara baxaq. Düzdür, qərbi oxunlara baxaq. Daha sonra başlayacağım o mövzuları başdan ayağa oxumağa və ondan sonra notlar çıxardacağam həmin mövzulardan. Çünki oxumadan not alanda insan bütün hər şeyi yazır. Bütün hər şeyi not dəftərinə yazır. Konspektin hamısını tutur. Ona görə də əvvəl oxumalıyıq ki, öz beynimizdə cümlələri qısa şəkildə, sistemli şəkildə daha sonra köçürə bilək. Böyük köçünün baş verməsidir. Xalqların böyük köçü. Böyük köç bizim İranın 4-7-ci əsrlərini əhatə edəcək. Təbii ki, köç varsa bu hadisənin səbəbi də var. Səbəbi ondan ibarətdir ki, otlaq sahələri azalır, artıq tayfalar arasında çəkişmələr var, siyasi səbəblərdən. Deməli, Qərbi Hunun Avropanın izahına baxdım. Sadəcə burada qeyd elədim, sizə də göstərim ki, mübarizə apardıqları var, aparmadıqları var. Mübarizə aparıblar məsələn Bizansla, bir də ki Roma ilə, amma Sasanilərlə mübarizə aparmayıblar. Çünki Attila dünyasını dəyişib deyə mübarizə aparmayıblar. Bir də ki Alanlar və Qotlarla mübarizələr olub tayfalardan. Buna diqqət yetirərsiniz inşallah. Baxın, məsələn, mən indi konspekt tutanda bu hissləri yazmayacağam. Məsələn, Göyçə gölü Gələhun adlanırdı və yaxud da İskitlər belə deyirdilər, kimlərə belə deyirdi. Bunları qeyd eləməyəcəm. Daha önəmli şeylər var ki, məsələn, burada ilk başçıları Tanrı xandır. Baxın, yaradan yox, sadəcə ilk başçıları Tanrı xandır. Nə bilim, Balamir xan 323-cü ildə Qərb Hunların başçısı olur. Bu hissələrdir. Və yaxud da burada 451-ci ildə Katalonun döyüşüdür. O nəticəsidir. Belə şeyləri sistemləşdirib yazsam məncə daha yaxşıdır. Oxuyanda belə bir proqram qururam, adı Forest-dir. Siz bunu 120 dəqiqəyə qədər çıxara bilərsiniz və 120 dəqiqə ərzində verilən tapşırığı, yəni özünüzün qeyd etdiyiniz tapşırığı ki, qarşınıza məqsəd qoymusunuz, nəyi öyrənəcəksiniz, bunları eləyə bilərsiniz. Mən 50 dəqiqə qoyacağam və 50 dəqiqə ərzində baxacağam görüm mən nə qədər dərs oxuya bilirəm. Bunu özüm üçün belə sadələşdirdim. Bura Attila'nın şəklində yerləşdirdim. Fokusdasa bir də belə. Bura qədərdir. Siz çəkib götürə bilərsiniz. İndi keçib Axunu yazacağım. Biraz əsəblərim oyandı. Nəyə görə? Çünki baxdım ki, keçdiyim əvvəlki dərsləri unuduram.
Bəzi mövzuları, bəzi hissləri unuduram və onun biraz panikasını yaşadım. Tarix onsuz da unudulan bir fəndir. Məncə digər gənclərdə, abituriyentlər də unudur. Amma düşünürəm ki, mənim abituriyent olanda beyni indiki heç eyni deyil. Mən o vaxtda bir mövzunu oxuyurdum və uzun müddət yadımda qalırdı. Amma indi insanın beynində o qədər fikir var ki, həm iş, həm müxtəlif fikirlər, həm insan həyatında bəzən problemlər olur və sanki yaddaşımız get-gedə zəifləyir. İndi başlayacağım Axunlarla Avropa hunlarının testlərini işləməyə. 39 dənə testi. Vaxt itirmədən keçək testlərə. Mövzuları oxudum, daha sonra konspekti tutdum. Bu arada gözüm biri qızarıb, bilmirəm niyə bu qədər qızardı, qaşınma verdi. Deməli, konspekti tutdum, testi işlədim. O testi işləyən kimi mənim ürəyim o qədər sıxıldı. Bir-iki dənə test idi, amma o qədər sıxılır ki, ürəyim. O Euler-Venn diaqramı var, bir-birinə fərqləndirmək. Mənə bir istilik gəlmişdi həqiqətən. İndi keçəcəm riyaziyyata başlayacağım. Nələri bitirdim, sizə gəlin onları deyim. Bu arada Əbubəkir elədim, kəsiləri eləmədim çünki çox yoruldum. Həm tapşırıq çox uydu, həm orada sadə ədədlər vardı, onlara da baxdım, onları da işlədim. Ona görə yəni gördüm ki, artıq getmir də mənim beynim yorulub. Deməli, baxın qəribə bunu oxudum, Axunu oxudum, not aldım bu arada, bunlarda yəni konspekt tutdum, bir də ki testlərini işlədim. Əbubəkir işlədim, şükürlər olsun ki, kəsirlər qaldı, kəsirləri eləmədim. Dediyim kimi yorucuydu biraz, ona görə o qalsın. Bu qədər. Bugün şükürlər olsun ki, planımıza biraz olsun sadiq qaldıq. Bu qədər yorulmağımın səbəbini düşünürəm ki, əslində günün bir çox hissəsini mən çöldə keçirtmişəm. Qızlarla görüşdük, getdik, gəzdik, elədik. Yəni düşünürəm ki, biraz da buna görə yorğunam və testi işləyə bilməməyimin və yaxud da güclə işləməyimin səbəbi biraz budur. Amma nə qədər yorulsam da o an mənə sıxıntı gəlsə belə dedim ki, Atəş, sən bunu işləməlisən. Çünki işləməsən üstə yığılacaq və daha sonra onsuz da işləməyəcəksən ki, o qədər üstə yığılan testlərim var. Onların heç birini eləməmişəm və insan yəni eləmədikcə əli soyuyur testdən sanki. Amma yenə də yəni biraz da olsun deyək. Əslində biz gördüyümüz işləri çox aşağı görürük. Ya o qədər də pis oxumuruq yəni. Ən azından çalışırıq, çabalayırıq. Yəni tarixdir, unudulur. Tarix sadəcə siz ya da mən unutmuram, hər kəs unudur. Tarixi çoxu təkrarla, ancaq testlərlə, üzərinə çoxlu işləməklə yadda saxlamaq olar. Başa düşürəm. Ya da imkan daxilində bacardığımız qədər eləməyə çalışırıq ki, sabahları Allaha dua eləyəndə deyək ki, Allahım bu qədər mən işlədim, bu qədər çalışdım, əlindən gələni elədim, sən də məndən kömək əsirgəmə. Ən azından bu duamız üçün nəsə eləyin. Siz də eləyin, mən də eləyim. Ümumiyyətlə götürəndə bugünkü mövzularım çətin deyildi, çox rahat idi. Əbubəkir rahatdı, yəni. Və rəylərdə görürdüm ki, cəmaət yazıb ki, məsələn, Əbubəkir biz də unuduruq. Biraz motivasiya oldu ki, hə, deməli, təkcə mən deyilmişəm. Yəni, ən azından siz güləndə başqaları da var ki, onları misal göstərə biləcəm sizə. Bir də ki, yenə deyirəm, qəribə Avropa hunlardır, Axundur, çox qəliz deyirlər. Amma birisi də var, hamısından zəhləm gedir. Hamısından zəhləm gedir. Çünki yoruldum. Həqiqətən yoruldum yəni. Mən də yoruluram. Siz də yorulursunuz. Bunlar sizə motivasiyadan salmasın. Əksində bunlar sizə motivasiya olsun ki, reallıq nədir? Yalandan kameranın qarşısında keçib bəzən adamlar deyib, dəli kimi oxuyuram, nə edirəm? Yəni hər şey bu deyil də. Hamı mükəmməl oxuyacaq deyə bir şey yoxdur. Hə, oxuyan uşaqlar var, çox savadlı uşaqlar var və oxuyan kimi nə oxuyurlarsa həqiqətən beyinlərinə onların daxil olur, yaddaşlarına yazılır. Bütün testləri doğru işləyirlər. Əksinə insanlar görəndə motivasiyadan düşür ki, ayda onlar görə nə qədər ağıllıdır və mən onlara nə qədər geriyəm. Mən həmin uşaqlarla necə yarışım? Amma görəndə ki, hə, doğrudan da səhv edən insanlar var, yorulanlar var, tutduğu planlara uymayan insanlar var, sözündən dönən adamlar var və yaxud da tez yorulan, tez işlərdə ürəyi sıxılan insanlar var. Motivasiya olur ki, mən tək deyiləm, mənim kimi o qədər insan var. Məsələ yorulmaq, unutmaq və yaxud da yarı yolda qalmaq deyil. Məsələ
yarı yolda qalsam belə davam eləməyə çalışmaqdır, o testin üstünə getməkdir və yaxud da dərs oxumaq üçün yorulmuşam, biraz çabalamaqdır. Yəni biraz istirahət edib yenidən başlamaqdır. Önəmli olan şeylər də bunlardır. Hər kəsin beyni və yaddaşı eyni olacaq deyə bir şey yoxdur. Hər kəs mükəmməl olacaq deyə də bir şey yoxdur. Amma ən azından biz əlimizdən gələni eləsək, sabah özümüzə deyəcək ki, yaxşı ki bunu elədim və mən öz potensialımı gördüm. Yəni kaşkilərə qalmayacaq. Yəni kaş ki bunu eləyərdim, kaş ki onu eləyərdim. Məncə kaşkilər daha pis bir şeydir. Nəysə, ümid edirəm ki, bu danışıqlar və dərs videosu sizə motivasiya verdi. Mən sizlə onsuz da video çəkəndə yaxşı dərs oxuyuram. Qalan vaxtlar biraz tənbəllik eləyirəm ki, mən də sizdən motivasiya alıram, yəni. Bu arada videonu izlədinizsə, təşəkkür edirəm. Dərs oxuyursunuzsa Allah zeyn açıqlığı versin, yolunuzu açıq eləsin. Mən sizə bu video sizinlə sağollaşıram. Növbəti videolarda və vloqlarda görüşənədək hələlik.